Bizlər o seçdiyimiz o məkan və zamanlarda, o dərk etdiyimiz insanlar ilə münasibətdə onları görürük. Yuxumuzda olduğumuz o frekans, o tezliyinə uyğun olaraq uyğunlaşdığımız o məkan və zamanda özümüzü o tapırıq. Salam əzizləyicilər, necəsiniz? Ümidvaram ki, yaxşısınız. Bu videoda sizlərlə yuxularımız barədə söhbət etmək istəyirəm. Yuxularımızın hardan yaranması, hardan qaynaqlanması barədə müzakirə aparmaq istəyirəm. Bundan əvvəl sizdən xahişim odur ki, əgər videolarımı izləyirsinizsə və bəyənirsinizsə bəyənməyi, kanalıma abunə olmamışsınızsa abunə olmağı və rəylərdə öz fikirlərinizi bildirməyi sizlərdən xahiş edirəm. Demək əzizləyicilər, bizlər zaman-zaman həyatımız boyu yuxularımızda o görüntülər görürük, insanlarla müzakirələr aparırıq, o danışırıq və müəyyən bir məkanlarda oluruq. Müəyyən bir xəbərlər eşidirik, müəyyən bir yəni ki, bir gərgin anlar yaşayırıq bizlər yuxumuzda. Ancaq fikir versəz, yuxumuzda olduğumuz məkanlarda və ya ki, diyaloqda olduğumuz insanları biz 90% həyatda onlarla münasibətdə olmadığımız insan və məkanlardır. Bir çoxları belə müzakirə edir ki, belə fərzi irəli sürür ki, bizlər demək həyatımız boyunca görüb də fikir vermədiyimiz insanlar və məkanları beynimiz qeydə alır və bizə yuxumuzda onları göstərir. O biraz inandırıcı o fikirdir, ancaq bunu mən heç qəbul etmirəm. Bizim elə yuxularımız olur ki, bizlər həmin o məkanlarda həyatda olmamışıq. Həmin məkanları heç şəkildə belə görməmişik. Ancaq demək ki, yuxularımızda həmin o məkanlarda oluruq, həmin o demək ki, insanlarla münasibətlərdə oluruq, o diyaloqlarda oluruq. Bu necə olur? Yəni ki, heç bir şəkildə belə, görmədiyimiz o bir məkanda, biz yuxumuzda necə ola bilərik? Özdə yuxumuzda həmin məkanın rəngi ilə, tonu ilə, demək hava küləyindən də belə, suyun səsi ilə hər bir şeyini hiss edirik. Hər bir şeyini algılayırıq. Bu necə olur? Mən bu fikrə öz fikrimi, öz fərziyyəmi burada irəli sürmək istəyirəm ki, bu yenə fizika ilə əlaqədardır, ən çox da bu kvant fizikası ilə. Yəni ki, bu kvant fizikası mənə görə həyatın əsasını təşkil edən bir təcrübələrdən ibarətdir. Demək, alimlər belə bir təcrübə reallaşdırıblar ki, demək, bir sistem hazırlayıblar. Elektronu, protonu və neytronu demək ki, bir qoşu yarıqdan keçiriblər, ora yönəldiblər və bu qoşu yarıqdan sonrakı lövhədə də bir lövhə yerləşdiriblər, o yerdə bir lövhə yerləşdiriblər və o yarıqdan keçən o maddələrin, o zərrəciklərin izlərini qeydə almaq istəyiblər. Təcrübə başladıblar elektronu, yəni protonu və neytronu bir-birinə ayrı-ayrı o qoşu yarığa yönəldiblər və arxadakı lövhədə o dalğa şəkli görüblər zamanla. Demək, alimlər buna biraz şok olublar ki, o necə olur, bunlar zərrəcikdir, ancaq o lövhədə o dalğa funksiyası yaradırlar, o dalğa, o təzahürü yaradırlar və bundan sonra demək ki, belə bir qənaətə gəldilər ki, zərrəciklər həm maddədir, həm də o dalğadır. Ancaq o təcrübənin əsas şok edici məqamı ondan sonra oldu ki, demək, bu sistemə izləyici bir qurğu yerləşdirirlər və təcrübəni başdan ayağa izləmək istəyirlər. Belə olduqda arxadakı lövhədə 2 xətt görürlər. Demək ki, qoşu yarıqla o paralellikdə 2 xətt. Əsas şok burada yarandı ki, izlədikdə 2 xətt olur, izləmədikdə o dalğa olur və bu təcrübəni saysız dəfə yerinə yetiriblər və hər dəfəsində dəyişməz bir nəticə görüblər ki, demək, izləmədikdə o dalğa şəkli, izlədikdə isə 2 xətt, yəni maddə şəkli. Bundan sonra belə bir qanun yarandı ki, həyatımız, izlədiyimiz bu həyat, bizim izlədiyimiz üçün var və izlədiyimiz bizim seçimlərimiz əsasında formalaşır. Bu da sizə həyat motivasiyası olsun. Çünki həyatda nəyi qəbul edir və dərk edirsiniz, anlayırsınızsa, həyatınız da elə olur. Demək, videodan uzaqlaşmayaq. Demək, mən yuxuları belə burada yazmaq istəyirəm ki, belə
o fərzi irəli sürmək istəyirəm ki, o bizlər o bir həyatımızı, o seçim və qərarlarımızla, uşaqlığımızdan o dərk etdiyimiz həyat demək fundamentinə əsasən formalaşdırırıq və yaşayırıq standart olaraq və o bu amma yaradılışın o tamamı o deyil də. Yəni ki, o bizim o sonsuz ehtimallar o məkan və zamanlarında, sonsuz ehtimallar insanlar arasında o bizlər o seçdiyimiz o məkan və zamanlarda, o dərk etdiyimiz insanlar ilə münasibətdə onları görürük. Ancaq o deyək ki, o bizlər izləmir. Həmin o sınaqdakı o kimi izləyici sistemi o götürün oradan. Sonsuz hesabsız o dalğa funksiyasında sonsuz hesabsız o məkanlar, insanlar, zamanlar var. O yəni ki, o deməm istəməm ondan ibarətdir ki, bizlər o yatdıqda o gözümüzü o bağlayırıq və həyatdan heç bir siqnal o qəbul etmirik. Və beynimiz artıq o çöldən o gələn siqnalları analiz edərək o bizə özümüzün o dərk etdiyi o versiyada o vermir yuxumuzda. O belə olduqda o sonsuz ehtimallar versiyası həyatında o ki, sonsuz o məkan və zaman ehtimallarında o bizlər o demək həmin o yuxumuzda olduğumuz o frekans, o tezliyinə uyğun olaraq uyğunlaşdığımız o məkan və zamanda özümüzü o tapırıq. Bu da bizim yuxumuz olur. Bu məncə o daha o məntiqli, o daha elmi o bir yanaşmadır. Əzizləyicilər, o video o sonuna yaxınlaşdıq. Əgər o videoda o nəyisə anlamadınızsa, o çox elmi o danışdımsa, o rəylərdə o bildirə bilərsiniz, ətraflı izahatlar o sizlərə verəcəm. Əlavə olaraq əgər bəyəndinizsə videonu bəyənməyi və kanalıma abunə o deyilsinizsə olmağı unutmayın və gələcək videolarda görüşərik.